Gedin restoran açın. Bu səhər yeməyini verin təkcə. İnanın ki, millət gələr ora bu yemək üçün. O qədər dadlıdır ki, yumurtanı sadəcə möhtəşəm bir yeməyə çevirin. Yumurtanı qaynadırıq qəşəng, adi qaydada. Yumurta qaynayandan sonra tavaya kərə yağı əlavə edirik. Üzərindən kərə yağının duz və yumurtanı 2 hissəyə bölüb kərə yağında qızardırıq. Altı qızardıqda yumurtanın o sarı hissəsi qızardıqda üzərinə Holland pendiri əlavə edirik, amma Holland pendirini çorkanın xırda gözündən keçirdirik. Mən bu arada qeyd edeyim ki, Elif markasına məxsus qazan tavalar istifadə edirəm. Türk istehsalıdır, çox keyfiyyətlidir. Səhifənin videonun alt bölümündə qeyd edəcəm. Oradan keçid edib sifariş də verə bilərsiniz. O qədər gözəldir ki, inanın ki, nə yanmır, nə yapışdırmır, nə cızılmır. İllərlə istifadə edirəm. Elə bu yeməyi də Elifin tavalarında hazırladım. Bəhbəhdir qızlar, mütləq hazırlayın. O qədər möhtəşəm bir dadı var ki, kimə bu yeməyi təqdim eləsəz deyəcək bu nədir, bu dəhşətdir. Mən üzərinə sumaq da əlavə elədim və burada sizə tavanın çıxmağını da göstərirəm. İstəsəz sobada da qızarda bilərsiniz, istəsəz qazın üzərində. Hazırlayın, nuşa canlıqla yeyin.